Yeni gələnlər xoş gəlmisiniz. Bu gün sizlərlə birlikdə 2026-da 07 buferi necə çıxarılır onu sizə göstərəcəm. İlk öncə video keçmədən əvvəl abunə olub like atmağı unutmayın. Bu YouTube'da mənim ilk videom olacaq və TikTok'dan da mən belə videolar atıram. İlk öncə Honda və 1.07 olmalıdır. Ondan sonra girirsiniz Honda'da bufer olan yerə və burada ikinci bufer seçirsiniz, birinci bufer yox. Girirsiniz ondan sonra GG-yə. GG-də orada yaddaş aralıqlarında animyosu təkcə açıq buraxırıq. Animyosu açıq buraxırıq. Ondan sonra buradan giririk büyütecə. Büyütecə burada drop'u seçib 1 yazırıq. Və buradan üçüncü buferi seçib 2 yazırıq. Sonra burada dördüncü buferi seçib bura 3 yazırıq. Və buferi almadan və Honda'dan çıxıb giririk 07 bufer olan yerə. Birinci buferi seçib buradan bu səbəb büyütəcə yox qələmə basırıq. Qələmə də burada -9 yazırıq. -9 eləyəndən sonra bu buferi alırıq və keçirik yenə eyni arxa buferə. Eyni şəkildə -9 yazırıq və bu buferi də alırıq. Ondan sonra Honda geri dönüb təzədən 07'yə basırıq və buferimiz çıxıb. Sağ olun uşaqlar.